Salam əziz izləyicilər. Zəhmət olmasa bu videoya sona kimi dinləyin. Bugün sizə Bakı qətliamı haqqında qısa məlumat verəcəm. 1918-ci ildə Bakıda yerli cəmiyyətin qətliamı törədilmişdi. Buna bir neçə səbəb və bəhanə vardı. Güya yerli əhali, yəni müsəlmanlar, Azərbaycanlılar xristianları qırırdı. Təbii ki, bu ermənilərin bir propagandası idi. Martın 30-u axşam saatlarından başlayaraq atışmalar ertəsi gün geniş miqyaslı hərbi əməliyyatlar xarakteri aldı. Kərpiçxana, Məhəmmədəli və digər məhəllədə yaşayan müsəlmanlar demək olar ki, tamamilə qətlə yetirildi. Bakı Sovetinin və Daşnaksutunun minlərlə qüvvəsinə qarşı bizim cəmi 400 silahlı qüvvəmiz vardı. Bundan əlavə yerli qoçulu dəstələri. Bu qüvvələr təbii ki, müqavimət üçün yetərli deyildi və 31 mart qətliamı baş verdi. Həmin dövrdə Bakıda olmuş Kulner soyadlı alman yazırdı. Müsəlman məhəllələrinin soxulan ermənilər uzdan tutma hamını qırır, qılıncla doğrayır, süngülər deşirdi. Qətliamdan bir neçə gün sonra çuxurdan çıxarılan 87 müsəlman cəsədinin burun və qulaqları, cinsi orqanları kəsilmişdi, qarınları yırtılmışdı. Hətta yaralanmış halda anasının cansız bədənindən süd əmən körpəni görmüşdü. Qadının bədənində 5 süngü yarası, başında isə bir güllə vurulmuşdu. Bolşevik və Daşnak-Sütun qüvvələri dinc əhalinin qətlini müxtəlif üsullarla həyata keçirirdilər. Ümumi istifadə üçün olan hamamlarda insanlara qaynar suya atar, körpələrin başını divara çırpar, qadınların namusuna toxunub, sonra öldürərdilər. Hamilə qadınlara qarşı xüsusi vəhşilik edirdilər, eyni ilə Hocaldakı kimi. İnsanları bəzi hallarda diri-diri evləri ilə bərabər yandırırdılar. Durum çox vahiməli idi. Bu məlumatları kitablardan oxuyanda adamın boğazı düyünlənir, danışanda nitqi quruyur. Halbuki bizim öncəki nəsillər bununla rastlaşıb və vəhşicəsinə qətlə yetirilib və şikəst olublar. Şamiyanın düşmən adlandığı günahsız insanların ölüm sayı müxtəlif qiymətləndirməyə görə 12-20 min arası insandır və yüzlərlə məhv olmuş bina, bir sözlə millətə divan tutulmaq.